Salam əziz dostlar, bu buraxılışda mən sizə aktyor, şoumen, hal-hazırda da siyasətçi olub Ukraynanın prezidenti olan Zelenski haqqında danışacağam. İlk öncə onu deyim ki, mənim fikrimcə Zelenski əsl qəhrəmandır, kişi adamdır və bunu əsaslandıracağam. O dedim, aktyor, şoumen, o həqiqətən də aktyordur, çünki bu sənəti budur və şoular göstərən aktyordur. Aktyorların, mən özüm senarist olduğum üçün bunu eyni zamanda qeyd edim, komediya aktyorlarının əksəriyyəti, dünyaca məşhur olan aktyorların əksəriyyəti həyatda çox ciddi insanlar olurlar. Səhnə ilə real həyat fərqlidir. Tək şou aktyorlarına aid deyil, o drama aktyorlarına da, digər janrlarda, fərqli janrlar var da, yəni. O səhnə, rol tamam başqa bir şeydir. İnsan o rolu oynayır. O professionallığının göstəricisidir. Amma reallıqda, həyatda sən o deyilsən. Səhnədə ciddi rollar oynayıb, həyatda sən çox şən, gülərüz və yaxud komik bir insan ola bilərsən. Səhnədə ciddi rollar oynayıb. Və yaxud əksinə səhnədə sən yüngül rolları oynayıb. Mən komediyan deyirəm. Ümumiyyətlə də ən pis halda, lap yüngül rollarda oynayıb sən həyatda çox ciddi insan ola bilərsən. Çünki o bir obrazdır. Reallıq başqa bir şeydir. Baxın, Zelenskiyə təzə hakimiyyətə gələndə, hətta Azərbaycanın özündə də bəzi adamlar deyirdilər ki, o politoloqlar hətta deyirdilər ki, siyasətlə məşğul olan insanlar ki, o zəif insandır, aktyordur, onu gətiriblər, o müəyyən dövrdən sonra qaçıb çıxıb gedəcək, nə bilim, ölkəsinə bəla gətirdi, Ukraynanı dağılmağına səbəb olacaq filan deyən insanlar var idi. Amma bugün Ukraynada müharibənin 4-cü ilidir və Zelenski dimdik kişi kimi yerindədir. Onu deyim ki, bu Zelenskiyə, Zelenskinin şəxsinə çox hücumlar olunur. Bu Yahudidir, onu planlı şəkildə gətiriblər ora. Onu gətiriblər ki, Ukraynanı dağıtsın, müharibə öncədən planlaşdırılmışdır. Düzdür. Dünyada müharibələri, münaqişələri, sülhləri, filanları planlayan, bunu təzyiqlərlə, müəyyən şeylərlə həyata keçirən və yaxud həyata keçməsinə səbəblər yaradan mərkəzlər var. Müharibələr təşkil edirlər və yaxud müharibələri durdururlar. Yəni, 1000 çeşiddə planlar yazıb pozan, cızan yeni mərkəzlər var. Hə, Zelenskinin özünü də dəstəkləyib hakimiyyətə gətirə bilərlər. Hətta onun Yahudi milliyyətindən olduğu da müəyyən avantaj ola bilər onun üçün ki, hakimiyyətə gəlməklə. Onu deyim ki, Zelenski tanınmış bir şəxs idi. O prezident olmağı ilə bağlı da xalqın xidmətçisi rolu ilə tanınmışdı. Və Zelenski hakimiyyətə gələndə bu sıradan bir insan deyildi, kasıb bir insan deyildi. 80 milyona yaxın bunun dollar şəxsi varidatı olan bir insan olub. Yəni, bu aktyor üçün, Ukrayna kimi bir yerdə bir aktyor üçün bu böyük göstəricidir. Zelenski deyirlər ki, gəldi, Ukraynanı dağıtdı. İlk öncə onu deyək ki, qardaşlar, Zelenski Ukraynanı dağıtmayıb. Zelenskiyə bu sözləri deyən insanlara da mən sonda onların öz şəxsi xarakteristikasını deyəcəyəm, psixoloji olaraq. Zelenskidən öncə Ukrayna ilə Rusiya arasında münaqişə başlayıb. Bunu yenə də mən digər videolarımda dediyim kimi, baxın, Rusiya SSR-i dağıldı, SSR-ni quranlar da başqaları idi, SSR-ni dağıdanlar da başqaları idi, yəni ruslar burada iştirakçı idilər. SSR-ni qurdular, ailə elin dostlarını yığdı, o boyda imperiyanı dağıtdı, bir imperiya yaratdı, elə bir şey yoxdur. Qurmuşdular, sonda da bu qərara gəldilər ki, dağıtsınlar.
Amma ruslar SSR dağılandan sonra bunun dağılmasının qarşısını ala bilmədilər. Yəni KGB deyək də, FSB deyək, bunun qarşısını ala bilmədilər. Amma bu düşüncəyə hakim oldular ki, biz SSR-ni yenidən bərpa edəcəyik və etməliyik. Bu böyük bir faciədir. Başladılar bunun üçün addımlar atmağa. Baxın, Rusiya, Kreml heç vaxt bu SSR-dən ayrılan dövlətləri müstəqil dövlət kimi görməyib. MDB yaradıb, onu yaradıb filan, yəni gömrük birliyi, bu və yaxud nə bilim, onların da kiçik NATO kimləri var da özlərinin belə bir yaradıb, kollektiv təhlükəsizlik şur birliyi yaradıb. Yəni bu ad altında bunlar güya SSR-dən ayrılan ölkələri nəzarətdə saxlayıb və SSR-ni bərpa edəcəklər. Yeri gəlmişkən biz daha çox müstəqil olmağa meylliyik. Ümumiyyətlə Azərbaycan xalqı çox müstəqil olmağa meyilli xalqıq. Və biz orada güamı da yaratmışdıq ilk öncələr. Güam, Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova filan. Yəni bu özü elə bu ölkələrin daha tez müstəqil olması, Avropaya inteqrasiya eləməsi yolunda bir addım idi. Amma Rusiya onu da iflic elədi. Yəni Rusiya bu ölkələri müstəqil dövlət kimi görmür. SSR-ni bərpa eləmək xülyası ilə gecə-gündüz yaşayırlar. SSR-ni bərpa eləmək üçün də bunlar düşünürlər ki, birinci Ukraynanı götürməliyik. Çünki Ukraynanı götürürsənsə, Avropa tir-tir əsir, Amerikanla da müəyyən qədər razılaşırsan və bu da sənin üçün SSR-i. Gəlin, imzalayaq, SSR-i quruldu. Bu düşüncədədirlər. Gecə-gündüz də bunun üçün çalışırdılar. Bu Zelenskini təhqir edən, Zelenskiyə ağzından gələn deyən insanlaradır sözüm ki, qardaş, bu Zelenski gəlib Ukraynanı dağıdıb filan eləməyib. Zelenski müharibə aparmayıb. Bu Zelenskidən qabaq Krım alınıb. Rusiya çox böyük səhv elədi Ukrayna müharibəsi ilə. Birinci, bunlar iki xalqdılar. Ukraynanın Rusiyanın müharibəsi, baxın, Türkiyənin Azərbaycan müharibəsi kimi bir şeydir. Təsəvvür edin, Türkiyə Azərbaycana müharibə edir, öz qardaşına onu darmadağın edir. Və yaxud deyir ki, Azərbaycan adlı dövlət yoxdur. Bu, belə bir şey ola bilər. Rusiyadan Ukrayna məsələsində də belədir. Rusiya öz aləmində fikirləşdi ki, bu Dağlıq Qarabağ məsələsi həll olundu. O birisi dövlətlər də belədir. Gürcüstan mənim əlimin altındadır, zəifdir. Və Ukraynanı da mən götürüm, SSR-ni bərpa edim. Bunun üçün də müharibədən qabaq da məqalə var idi də, yəni Rusiya prezidenti Putin məqaləsi var idi. Ukrayna adlı dövlət olmayıb, o hədiyyədir, filandır. Halbuki mən tarix araşdırmaçıları bilir ki, əslində Rusiya adlı dövlət olmayıb. Kiyev Rusiya dövləti olub, o Kiyevdə yaradılıb. Əslində Ukrayna özü də türk torpaqlarıdır. Vaxtilə ora Ruslar, ümumiyyətlə Ruslar, Ukraynalılar yarı türk, yarı alman millətindən olan bir xalqdır. Yəni Ruslar etnik olaraq türklərə qədər olan bu slavyanlar, bunlar Almaniyanın şərqindən gəlmiş etnik qrupdur. Alman tayfalarıdır, sarplar, sarp tayfasıdır bunlar. Sonradan isə İsveçdən Rositlər gəliblər, dənizçiliklə məşğul, dənizçiliklə viking olan tayfa gəlib, Rositlər. Sonra bu Almanlarla bu Rositlər qarışıblar, sonra Kiyevdə hakimiyyətə gəliblər, xristianlığı qəbul ediblər və sonra da bir Kiyev Rus dövləti yaranıb, sonra da bu Rusiya filan yaranıb. Bunlar hamısı türk torpaqlarıdır. Ukraynada türk torpaqlarıdır. Bəziləri qayıdıb deyəcək ki, yenə də elə hər şey türk oldu, türkün oldu. Bu türkün türkçülüklə əlaqəsi yoxdur, bu bir reallıqdır. Balqarlar, Mazarlar kimdir be?
Türk torpaqlarıdır. Rusiya isə, bunlar qardaşdılar. Rusiya isə Krımı ilhaq elədi, işğal elədi, sonra da ilhaq elədi, öz konstitusiyasına qeyd elədi, sonra da Ukraynaya müharibə elan elədi. Adını da qoydu ki, orada nasistlər var, nə bilim orada Rusiyaya qarşı olan qruplaşmalar var. Biz oranı gedirik denasifikasiya və demilitarizasiya eləmək. Denasifikasiya nədir? Nasistləşdirmə, yəni orada nasistlər var. Onları biz tərk-silah eləməyə və Ukraynanı biz hərbisizləşdirməyə gedirik və müharibə deməli. Biz ora xüsusi əməliyyata gedirik. Xüsusi əməliyyat nə deməkdir? Azərbaycan da antiterror əməliyyatı keçirdi də. Antiterror əməliyyatı və yaxud xüsusi əməliyyat kimlərə qarşı olunur? Terrorçulara qarşı. Yəni, düşünürük ki, güya bizim Ukrayna ilə problemimiz yoxdur, orada terrorçular var, biz onları tərk-silah eləyib silahsızlaşdırmağa gedirik. Plus da orada Rus xalqının, Rus dillilərin hüquqları pozulur, orada Rus kilsəsinin, nə bilim, belədir, elə də bir şərait, onun üçün bir zəmin yaratdı təbliğatla Rus dövləti və Ukraynaya daxil oldu. İndi də Ukraynanı dağıtmaqla məşğuldur və Ukraynanın müharibə gedə-gedə işğal olunmuş torpaqları konstitusiyaya qeyd elədilər. Bu bilirsiniz nə deməkdir? Hələ müharibə gedir, işğal edirsən torpağı və onu sən konstitusiyana işləyirsən. Yəni bu artıq mənim torpağımdır. Bu görüntü vermək istəyir ki, yox, Ukrayna mənim torpağımı işğal edib. Amma birinci gündən bəzi ölkələr dedilər ki, ay Zelenski, qaç gəl ki, sənə sığınacaq verək, filan, bəla gətirdin, filan, yerli insanlar da deyirdilər. Əslində, Rusiyanı da ora çəkdilər müharibəyə. Rusiya məcbur deyildi. Bəzi adamlar da deyir ki, Rusiya məcbur qaldı ki, Rusiya məcbur deyildi, elə bir şey yoxdur. Elə Rusiya özü, Ukrayna əgər Avropaya getmək istəyirsə, NATOya getmək istəyirsə, bunun günahkarı Rusiya idi. Çünki bu 93-cü ildə Ukrayna SSR-nin ən çox nüvə silahlarının həm istehsal olduğu, həm də saxlandığı ölkə idi, nüvə başlıqları. 93-cü ildə bunlar müqavilə imzalayırlar ki, Rusiya, Amerika və İngiltərə müqavilə imzalayırlar ki, Ukraynadan bu nüvə silahları alınsın, nüvə dövləti olmasın, amma biz qarantörük, zəmanət veririk ki, yəni bu dövlətə heç bir digər dövlət təsir edə bilməz, işğal edə bilməz və yaxud ona qarşı heç bir iddiası ola bilməz. Biz qarantörük, zəmanətçiyik. İndi niyə görə ən çox Ukraynanın arxasında İngiltərə durur? Çünki İngiltərə köklü dövlətdir və öz atdığı imzaya şərəf məsələsi kimi baxır. Ukraynanın əgər 93-cü ildəki nüvə silahları qalsaydı, bugün Ukraynaya kimsə dünyada 3-cü nüvə gücü idi. Rusiya, Amerika və ən çox 3-cü nüvə başlıqları, raketlər filan, o strateji nüvə bomba daşıyan təyyarələr filanlar hamısı Ukraynada idi. Çoxsu Ukraynada idi. Hamısını məhv elədilər. Ki sən silahsız olanma sənə qarşı heç kim problem yarada bilməz. İndi isə Ukraynaya qarşı bu hərəkəti edirlər. Ukrayna özünü müdafiə edir. Xalq olaraq özünü müdafiə edir. Və yeri gəlmişkən onu deyim ki, nə qədər xüsusi əməliyyat filan desələr, bu müharibədir. 4 il xüsusi əməliyyat olar. Bu müharibədir və Ukrayna artıq millət olaraq tarix səhnəsinə çıxdı. Artıq Ukrayna bir Slavyan filan demir. Ukrayna milləti yarandı artıq. Ukraynada yaşayanlar artıq Ukrayna millətidir. Bunun üçün də müəyyən zəminlər yaratdılar. Elə Rusiya öz adamları ilə orada müharibəni əsaslandıracaq müəyyən şeylər elədi. Ukrayna o qədər də NATOya, indi sözlər desə də NATOya girmək fikri yox idi. Bilirdi ki, problemdir bu. Amma orada Rusun adamları orada çıxıb dedilər ki, NATOya girsin filan. Çünki məqsəd Ukraynanı götürmək idi. Ona görə o cür ora girmək üçün müəyyən sən zəmin yaratmalısan. Öz adamları ilə bu cür fikirlər söylətdirdilər. Ukrayna
müstəqil ölkədir, NATO-ya girməlidir, Avropa Birliyinə girməlidir. Güya ki, Rusiya da əsaslandırır ki, onlar mənim üçün problem yaradırlar. NATO-ya girəcəklərsə, artıq NATO-nun qüvvələri mənim sərhəddimdə olacaq. Avropa Şurasına girəcəklərsə, orada müəyyən məsələlər olacaq. Zelenski isə kişi kimi qaçıb getmədi. Bu günə qədər mübarizə aparır. Baxın, Ağ Evdə Amerika prezidenti ilə Trumpla necə öz haqlarını müdafiə edirdi. Düzdür, siyasi təcrübəsi yoxdur. Onu sualları fərqli formada da cavablandıra bilərdi. Daha soyuqqanlı, diplomatik dillə. Diplomatik təcrübəsi o qədər yoxdur. Yəni bunu özü də bəlkə də etiraf edir. Yəni bu inkar olunacaq bir hal yoxdur. Amma o öz haqqını tələb edir. Deyir, niyə görə mənim təbii sərvətlərim kiminsə əlinə keçməlidir? Zelenski sözün əsl mənasında kişi adamdır ki, o gələcək nəsilləri asılı vəziyyətə salmır. Sonra bəziləri qayıdıb deyə bilər ki, onsuz da o sonra üzr istədi və o faydalı, nadir torpaq elementlərinin birgə Amerika ilə birgə emalına, istehsalına, hasilatına razılıq bildirdi. Orada vəziyyət fərqlidir. Həm onun da təbii ki, məsləhətləşdiyi adamlar var. Həm ona dedilər ki, Amerikanın birincisi oradakı nadir elementləri, o torpaq elementlərini istehsal etmək, istismar etmək, hazır hala gətirmək üçün illər lazımdır. Bunun üçün də milyardlar lazımdır, texnika lazımdır. Amerika deyir ki, sən borclusan bizə və onun qarşısında bunu verməlisən. Amerika özü yenidən Ukrayna ərazisinə milyardlarla investisiya yatırmalıdır ki, oradan nəsə çıxarsın. Onun da pulun da geri qayıtması ilə illər tələb edir. Baxmayaraq ki, ortada sənədləri filanları var, amma dünyanın gedişat necə olacaq onu bilmirik. Həm də Zelenskiyə dedilər ki, məsləhətçilər, onsuz da səndən çox şey tələb edirlər. Sən az şeylə razılaş, az şey verə biləcəyini denən və ortada bir şeydə dayanın. Misal üçün, sənə deyir ki, 500 milyard borclusan, sən deyirsən 90 milyard verilib, o da qrant formasında. Bir 150 milyardda, 200 milyardda orta bir yol tapın. Çünki sən də çıxılmaz vəziyyətdəsən. Amerika sənə hərbi dəstəyi göstərməzsə, kəşfiyyat dəstəyin, peyk dəstəyin göstərməzsə, sən həqiqətən vəziyyətin pis olacaq. Avropa hələ toparlana qədər, sənə dəstək olana qədər bu iş işdən keçmiş olar. Rusiya gələr səni həmən bu nadir elementlərin olduğu yer ilə münaqişə ocaqlarına yaxın bir yerdir, Rusiya tərəfdədir. Oranı gələr Rusiya işğal edər. Sən güya Amerikaya vermək istəmirsən, bu yandan heç özünə də qalmaz, Rusa keçər. Yenə də uduzan sən olarsan. Razılaşdı. Plus, sən sülhə də razılaş. Çünki həmişə Rusiya deyir ki, Ukrayna sülh sistəmli filan razılaş. Ukrayna əslində çox ağıllı addımlar atdı. Plus, Kurskdan da yavaş-yavaş Ukraynaya çıxdı. Niyə çıxdı? Çünki Rusiya da əsaslandırır ki, o da mənim torpağımı işğal edib. Yəni, mənə işğalçı deyilsə, o da işğalçıdır. Amma Ukraynaya yavaş-yavaş oradan çıxdı. Yəni, heç bir əsas vermədi Rusiyanın sözü olsun və yaxud Amerika bunu qınamaq üçün əsas qoymadı. Ağıllı hərəkətlər elədi Trump, Zelenski və onun komandası. İndi də görürsünüz, Rusiya sülhdən qaçır. Çünki orada ordu var, o müharibə dayanmalıdır. Bu ordunu nə edəcəksən hər gün qan görən ordunu? Məsələlər çox qəlizdir. Sonda onu demək istəyirəm ki, Zelenskiyə Zelenski aktyordur, şoumendir, gəldi Ukraynanı bəlaya düçar elədi, Ukrayna dağılıb, biz nə gündədir, Zelenskiyə görə oldu deyən insanlaradır sözüm ki, siz bəlkə də bilərəkdən, bilməyərəkdən, amma mən sizin psixoloji durumunuzu
izah edim ki, siz əslində dərinlikdə, beyninizin dərinlikdə satqınçılığa, millətinizi, dövlətinizi, xalqınızı satmağa meyilli insanlarsınız. Sizin düşüncələrinizin dərinliyində o yatır. Siz əgər öz xalqını, öz dövlətini, öz millətini, konstitusiyasını müdafiə edən Zelenski, o aktyor ola bilər, nə ola bilər, onu qoyaq kənara. Fakt, reallıq budur ki, bu paltar əynindən çıxmır, gecə-gündüz qaça da bilərdi. Amma iş başındadır. Dövlətin xalqını müdafiə edir. Siz o işğala məruz qalmış, özü Ukrayna xalqı bizə dost xalqdır. Dövlətin başçısını, mübariz başçısına siz bu cür deyirsinizsə, siz düşüncə olaraq, psixoloji durum olaraq milli satqınçılığa meyilli insansınız. Siz həmən o şeyləri deyən insanlar öz dövlətini sata biləcək, öz xalqını, öz torpağını, öz ordusunu sata biləcək. Çingiz İldırım, Əlheydər Qarayev, Aynə Sultanova kimi düşüncədə olan insanlarsınız siz əslində. Siz deyirsiniz ki, Zelenski təslim olardı, Rusiya ilə mübarizə aparmazdı və Rusiya girib oranı götürərdi. Siz onu demək istəyirsiniz də. Siz eyni zamanda sabahları deyirsiniz ki, Azərbaycan da Rusiyanın tərkibində olsun və müstəqil olmayaq, elə Sovet dövründə də super yaşayırdıq da. Siz əslində satqın, xəyanətkar düşüncədə olan insanlarsınız. Bu sizin psixoloji durumunuzdur. Bəlkə də bu siz deyirsiniz ki, yox, belə deyil. Amma əslində psixologiyada dərinlik budur. Siz onu bilməzsiniz. Onu mütəxəssislər bilir ki, sizin psixoloji durumunuz nədir. Zelenski kişi adamdır. Ola bilsin ki, Zelenski də dəyişildi. Ola bilsin ki, elə bir məqam oldu ki, son anda qaçdı, hələ bilmirik, amma Zelenskinin etdikləri hərəkətləri təhlil edəndə Zelenski kişi adamdır. Öz xalqını müdafiə edən insandır. Növbəti videolarda görüşənədək salamat qalın.